kodumuzu izah edək. Birinci yazılıb ki, include your stream, budur heç. Include silməz. Include silməz odur ki, bu riyazi kitabxana bizə lazımdır. Çünki burada SQL, yəni kvadrat kök yazmışıq. Kvadrat kök yazanda silməz kitabxanasını yazmalıyıq. Sonra using name space std gəlir ikinci hissəmiz. Int main əsas hissələri daxil et. Double cb. Yəni bizə sualımız buydu ki, sənə hipotenuza verilib, bir katet də verilib. Digər kateti necə taparsan? Double cb-ni yazdıq. Bizdə siyahı yazırıq ki, count, yəni siyahı, konsolda deyə bilərik buna. Hipotenuz C və katet B-ni daxil elə. Yəni C və B-ni dəyişənlərini daxil elə. C, B dəyişənlərini daxil eləmək üçün də cin adlanan hissə var. Cin onları, əmsalları, dəyişənləri rəqəm daxil etmək üçün yazmalıyıq mütləq şəkildə. Cin yazılanda böyük işarə yazırıq. Böyüdür, yəni kod yazanda isə kiçikdir. Müqayisə olan, yəni kiçikdir yazılır. Cin yazanda isə böyüdür yazılır. Gələk şərtimizə. If C kiçik bərabərdir B olarsa, göstərici hipotenuz katetdən böyük olmalıdır. Əks halda isə artıq hesablama aparılır. Yəni double A bərabərdir SQL, yəni kök altında C vurulsun C, çıxılsın B vurulsun B. O da siyahı göstərir ki, yəni digər katet A-nın qiymətini. Bu ekrana çıxanda necə olur? Deyir ki, C ilə B-ni daxil elə. Məsələn, C-yə mən 3 verirəm, məsələn. B-yə 7 verirəm. Səncə mənim ekranımda nə çıxardacaq? Deyir ki, hipotenuz katetdən böyük olmalıdır. Ay, sağ ol. Çünki hipotenuz 3 vermişik, bu da ola bilməz. Bir dənə də rəqəm sən daxil et. Məsələn, 4 və 2. 4 və 2. Cavab nə olar? Deməli, kökdən 2, o da təxmini 3,3. Ay, sağ ol. Doğrudur. Mən də bir rəqəm verim. Gəlim həmin hissəyə. C-yə, məsələn, 7 verdim. Digərinə 2 verdim. Məndə isə 6.7082 cavabı alındı.